Bugün orta məktəbi Nərman Nərmanov adına Qızıl Hazırlı Orta Məktəbinin məzunları 8-ci buraxılış məzunlarının 50 illik yubileyidir. Bu gözəl tədbiri keçirmək üçün 16 nəfər keçmiş bu məktəbin məzunları yığılıb yubiley tədbiri keçiririk. Bu tədbirin əsasında bu yaxınlarda yazdığım gözəl bir şeiri sizinlə paylaşmaq istəyirəm. Xoş əməl sahibi olsa da insan, insanı insana sevdirən dildir. Heç yaddan çıxmayan gözəl illərdən xeyli zaman keçir, düz 50 ildir. Getmişik məktəbə böyük fərəhlə, kimi müəllim oldu, kimi də fəhlə. Çoxları yaşadı həyatı səhvlə, səhvini ömrünün sonunda bildi. Pis yaxşı məktəbi biz başa vurduq. Pis yaxşı məktəbi biz başa vurduq. Sarsılmadıq, hər zaman ayaqda durduq. Düşündük, biliyə məktəb təməldir. Bugün çoxu köçüb bu aramızdan, cənnətdə yer alıb bu sıramızdan. Keçməyək biz qohum əqrəbamızdan, arxa dayağımız bu xalqdır, eldir. Gəlin unutmayaq bir-birimizi, mehriban görsünlər həmişə bizi. Bu yolda iz qoyaq, cığırı, izi, bilsinlər həyatda bu xoş əməldir. Sağ olun, diqqətinizə görə minnətdarlığımı bildirirəm.